Bizə verilmiş funksiyanın azalma aralığını tapmamızı istəyir. Qayda belədir. f'(x) kiçikdir 0 olduğu intervalda funksiyanın azalma aralığı olmuş olur. Onda verilən funksiyanın öncə törəməsini tapsaq, 3x kvadratı üstə gəlinsin 6x çıxılsın 45 kiçikdir 0 yazırıq və bu bərabərsizliyi həll edirik. İfadənin bütün tərəfini 3'ə bölsəm, x kvadrat üstə gəlinsin 2x çıxılsın 15 kiçikdir 0 alırıq. Və buradan da göründüyü kimi bunu bir kvadrat üçgəni kimi vurğularına ayırsaq və ya Viot terimi ilə tənliyin köklərini tapsaq, görürük ki, bunun köklərindən biri -5'dir, x plus 5 yazırıq, digəri isə 3'ə bərabərdir. x çıxılsın 3 kiçikdir 0'dan. Və bu ifadənin hansı intervalda mənfi olduğuna tapaq. -5 və 3'ü qeyd edirəm interval xəttində və bu 3 intervaldan burada müsbət, bu araqda mənfi və burada müsbət olduğunu görürük. Deməli, funksiyanın mənfi olduğu interval -5 və 3 bu funksiyanın azalma aralığıdır.